Hər vaxtınız xeyir. Mən Əli Əhmədov. Sizi Tərtər rayonunun Kəbirli kəndindən salamlayıram. Biz bugün Kəbirli kəndindəki meyvə bağındayıq. Şəftalı, nektarin və digər meyvələrin əkildiyi təsərrüfatdayıq və bugün Aqrar Sığorta Fondu bu təsərrüfatda böyük aqrar sığorta ödənişi, ölkədə ən böyük aqrar sığorta ödənişi həyata keçirib. Aqropat MMC şirkətinin təsərrüfatındadır. İndi biz öz necə deyirlər, qonaqlarımızla belə deyək, kiçik bir məlumat verəcəyik sizə, bizim dinləyicilərimiz və fermerlərimiz üçün. Asif müəllim Zeynalov Aqropat MMC-nin baş aqronomudur. Bu meyvə bağına baxan, necə deyirlər, təsərrüfat aqronom qrupunun rəhbəridir və Samit Ağayev Aqrar Sığorta Fondunun hadisələrin tənzimlənməsi və araşdırması departamentinin nümayəndəsidir. Sizi salamlayırıq. Sağ olun, xoş Asif müəllim, düzdür, biz ödəniş verdik. Aqrar Sığorta Fondu siz tərəfindən sizə ödəniş təqdim olundu. Yenə də bu bağa, bu təsərrüfata keçmiş olsun deyirik. Belə hallar olmasın, amma hadisə baş verəndə Aqrar Sığorta Fondu dövlət fermerin yanındadır. İstəyir əvvəlcə deyərsiniz ki, necə oldu ki, Aqropat MMC öz təsərrüfatını sığortalamağı qərarı aldı? Hansı risklərdən sığortalamaq istəyirdiniz bu qərarı qəbul edəndə? Biz 2024-dən bu işin planlaşdırmışdıq ki, bağı sığorta elətdirəcəyik. Ümumiyyətlə bu təsərrüfat neçənci ildə yaradıldı? 2019-cu ildə yaranıbdı. 2023-24-dən biz bu işləri planlaşdırdıq. 24-də biraz gec oldu. Nəsə işlərimiz alınmadı. 25 mart ayında bütün işləri həll elədik, bağı sığorta olundu. Sizdə nə qədər sahədir və hansı məhsullar əkilir? Bizdə 282 hektar bağ var. Onun elə bir çox hissəsi nektarın şaftalıdır. Az hissəsində ərik də var, gilas da var, əncil də var, xurma da var. Bəli. Deməli 2025-ci ilin mart ayında siz sığortalamışsınız. Bağı sığortalamışıq, bəli. Əsas hansı risklərdən qorunmaq istəyirsiniz? Şaxta, biz əsas şaxtadan. Şaxtadan qorunmaq. Şaxtadan qorunmaq istəyirdik. Mən dinləyicilərimizin nəzərinə çatdırım ki, bir də doludan, şaxta dolu. Bəli. Şaxta dolu. Aqrar Sığorta Fondu ümumiyyətlə 41 bitkini sığortalayır. Bunların arasında 20-si meyvədir və əsas bizim qoruduğumuz Aqrar Sığorta Fondunun qoruduğu risklər dolu, fırtına, qasırğa və şaxta vurmadır. Eləcə də sel su basma və heyvanların hücumu və bütün şəxslərin hərəkətləridir. Deməli siz sığortaladınız. Bəli. Hadisə nə vaxt oldu? May ayının 11 günü axşam saat 7-də bağı dolu vurdu. Möhkəm dolu vurdu, elə mi? Bəli. Yəni güclü doluydu yoxsa? Güclü doluydu. Çox böyük ziyan vurdu bizə. Bütün ərazini vurdu yoxsa? Yox, yarı hissəsini vurdu. Yarı hissəsini vurdu. Sağ olsun Aqrar Sığorta şirkəti bizə dəyən ziyanı qarşıladı. Bu proses necə oldu? Məlumat verdiniz, gəldilər? Biz həmən məlumat verdik, həmən saatda. Onlara məlumat verdik, onlar sabahsı günü gəldilər. Gecə idi də, şaxta dolu vuranda qabağı gecəyə gedirdi. Gəldilər, bütün işlərini apardılar. Bir həftə kimi burada Aqrar Sığortanın içləri ölçdülər, pişdilər, çəkdilər, yazdılar. Getdilər. Sonra meyvə yığıma az qalmış. Bir də gəldilər, baxdılar zərərə. Ondan sonra da belə bizə sığorta vermək qərarına gəldilər. Aydındır. Sağ olsunlar. Mən bütün fermerləri, bağların, təsərrüfatları sığorta eləməyə çağırırlar. Aqrar Sığorta ilə. Yenə də suallarınız olacaq. Asif müəllim. Samit müəllim, sizə məlumat verildi. Deməli, fonda məlumat verildi. Sığorta ekspertləri bağa getdi və ondan sonra hansı proseslər baş verir? Zəruri tədbirlər görüldü fond tərəfindən. Ekspertlər gəldi, əraziyə baxış keçirdilər. Ərazidə dolu zərərinin olduğu təsbit edildi. Hesablamalar əsasən məbləğ, dəyən zərər məbləği hesablandı, sığortalıya bildirildi. Bugün də sığorta ödənişi həyata keçirildi. Yəni dolu var, bir də ki doludan keyfiyyət itkisi var. Bunların fərqi nədən? Dolu və doludan keyfiyyət itkisi o demək ki, dolu necə deyimsə, məhsula dəyər məhsul yerə düşür, kəmiyyət itkisidir. Ancaq dəyər məhsula məhsul yerində qalır, üst tərəfindən zədələnir məhsula, ləkələnir. Gələcəkdə onun satışı çətinləşir. Qiymətinin aşağı olması, bazar dəyərinin aşağı olmasıdır. Bununla bağlı Aqrar Sığorta Fondu bunları qarşılayır. Eləcə də şaxta vurma riskində. Şaxta vurma da var, bəli. Meyvə bağları üçün əsas hisslər ondan ibarətdir. Sizin məhsullar xaricə ixrac olunur, elə mi? Bəli. Azərbaycan bazarına da, xarici bazara. Bəli. Xüsusilə xarici bazara ixrac olunanda Asif müəllim aqronom da daha yaxşı bilir. Deməli, ümumiyyətlə meyvənin üstü çapılanda orada müxtəlif xəstəliklərin yaranması üçün ocaq əmələ gəlir. Bəli. Və o sağlam meyvələri də artıq, necə deyərlər, sirayət edə bilər. Eləmi? Zərər verir də, o birisinə də keçir. Hətta onları deyəsən elə vaxtında ümumiyyətlə kəsib atmaq lazımdır ki, onlar qalmasın. Biz həmən vaxtı seyretmə edirdik. Bəli. Sığorta işçilər deyir ki, dayanın, biz işimizi görək.
Bəli. Sonra siz seyretmeniz aparın. Bəli. Biz onun çox hissəsini elə seyretmədə töydük yerə. O Ki Sultan xəstəlik yayılmır. ha, Sultan içiləri də iştirak elədi o işdə. Bəli. Ha, Ödənişlər ziyanda də dəydi edildi. bizə, ha, ödənişdə olundu. Biz sizə deməli dolu riski ilə doludan keyfiyyət itkisinin riskinin fərqini izah edəcəyik. Bu məhsullar ağacda var. Bax bunlar da var. Yəni başqa hallarda dolu riski olduqda bu məhsulu yığıb kiloqramı çəkmək olardı. Yəni miqdar baxımından burada itki olmuyor. Amma baxsaz burada məhsullar artıq bir yerə yığılıbdı. Aşağı tərəfdən. Bax burada. Məhsullar bir yerə yığılıbdı. Burada, bəli. Və burada göstərilir ki, hansı məhsul artıq üstündə çopur var, necə deyərlər, ləkələr var. Bu məhsulların artıq satışı mümkün deyil. Heç kəs, necə deyərlər, zədəli, şaftalı və ya nektarin alıb götürməz. Onu ancaq ya istehsal üçün, konservləşdirmək üçün eləmir. Ya da kompot üçün alır, o da qiyməti ucuzdur. Hesab edin, fermer bunu kiloqramın 3 manata, 2 manata satmaq istəyir, amma onun kiloqramı 20 qəpiyə düşür. Bu deməkdir ki, bugün bu təsərrüfata dolunun yaratdığı keyfiyyət riskindən ödəniş edildikdə faktiki olaraq Aqrar Sığorta Fondu məhsulun qiymətinin ucuzlaşmasından sığorta veribdir. Çünki məhsulun həcmi kifayət qədər var idi. 40 ton bəyan edilmişdi, 41 ton sahədə məhsul var idi. Miqdar itkisi yox idi. Yalnız sığorta, necə deyərlər, ödəniş edildi keyfiyyət itkisinə görə. Biz buradan fermerləri, Samit müəllim, buyurun müraciət edə bilərsiniz. Biz bütün fermerləri ərazilərini sığortalamağa dəvət edirik. Ərazilərin sığortalansın. 41 adda bitki sığortalayırıq Aqrar Sığorta Fondu olaraq. İndi də meyvə sığorta mövsümü başlayır. İndi meyvə mövsümü başladığından bağların sığortalamağa dəvət edirik. Sığorta təminatına alınan hansı ki, şaxta vurmadır, doludur, qasırğadır, fırtınadır, sel su basmadır, üçüncü şəxslərin hərəkətidir, vəhşi heyvanların hücumudur. Bu sığorta təminatlarına daxildir. Aydın, Əsmər, sizin də bir öz həmkarlarınıza bir çağırışınız. Bayaq dediniz. Həmkarlarım, fermerlərin hamısının əkdikləri ərazini sığorta eləməyə çağırıram. Bağların da, pambıqların da, taxılların da nə əkirlərsə. Bəli, hörmətli izləyicilərimiz, məlum olduğu kimi artıq Aqrar Sığorta Fondu ödənişlərini həyata keçirməkdə davam edir. Bu ilin axırına kimi ödənişlərin sayı qədər də artacaqdır, məbləği də artacaqdır və biz fermerləri öz hesablarında, öz hesabatlarında bu məsələyə ciddi diqqət yetirməyi tövsiyə edirik ki, hadisə baş verərkən zərərdə olmasınlar.